Merhaba arkadaşlar. 30 Avqust Zəfər bayramınızı təbrik edirəm. Mən Azərbaycan, Türkiyə fərq etməz. Türk dünyanın harasında yaşasa Türkdür. Bizim babalarımız demiş, bir millət, iki dövlət. Neden bir millət? Çünkü Azərbaycan ve Türkiye daim bir-birinə dayaq durmuş. 1918-ci ildə, hələ lap əvvəldən, çox tarixə keçməyəcəm, 20-ci əsrin əvvəllərində Azərbaycanı Qafqazda bölmək və yox etmək kimi plan qoyulmuşdu və eyni zamanda Bakını birinci növbədə tutmaq, qeyri-türk millətləri arasında bölmək məsələsi vardı və bu plan yerinə yetirilirdi. Və bu zaman Rəsulzadə Cümhuriyyət Respublikasını quran bir kişi dedi ki, başsız bədən olmadığı kimi Bakısız da Azərbaycan yoxdur. 18-ci il 15 sentyabrda Türk qoşunu Bakıya daxil oldu. Bundan əvvəl Türk qoşunu Qarabağda, Qərbi Azərbaycanda və Naxçıvanda olub, erməniləri oradan süpürdə atdı. Tək ermənilər deyildi, ingilislər də Bakıda oturmuşdu və digər, bəli, bütün hamısı adlarını çəkməyəcəm, çox böyük bir siyahıdır. Və bu baxımdan biz Türkiyə borcluyuq. Əgər o zaman Türk qoşunu Bakıya girməsəydi, bugünkü Azərbaycan olmayacaqdı. 22-ci ildə Atatürk Nərmanova, Azərbaycan Respublikasının birinci katibinə məktub yazır. Deyir ki, Türkiyə çox ağır durumdadır, Cümhuriyyət qurulmuş, amma büdcəmiz boşdur, Azərbaycandan yardım istəyirik. Türkiye dirçəldikdən sonra bu borcu qaytaracaq. Cavabında Nərmanov deyir ki, məktub yazır, deyir, birinci Türkiyəni qutlayıram, amma sizə borc vermirəm. Biz qardaşıq, qardaş qardaşa borc verməz. Bundan sonra Azərbaycandan para və maddi yardımlar gedir, yarım tonda qızıl benzin və digər şeylər. Yəni, bu əslində maddiyyət deyildi, qardaşın qardaşa borc verməməsi bir mənəvi yardım idi ilk əvvəl. Tarix boyu Azərbaycan, Türkiyə bir-birinin arxasında beləcə durmuş və bu baxımdan 30 Avqust Türkiyənin Zəfər bayramı Azərbaycanın da bayramıdır. Bunu indi hər kəs dərk etmir, amma biz aydınların borcu bunu dərk etdirməkdir. Və bir də qəbul etmədiyim bir şey var. Çox eşidərəm. Azərbaycan türkündən də, Türkiyə türkündən də yeni bir Atatürk lazımdır Türk dünyasını qurtarmağa. Belə bir fikir eşidirəm. Mən bununla razılaşmıram. Nədən? Tarixi şəxsiyyətlər təkrarsız olur. Tarixə bir dəfən gəlir. Amma onun məktəbi olur, yolu olur. Yəni okulu olur, yolu olur. Atatürk yol qoyub. Biz o yolu öyrənməliyik. Biz o izi itirdiyimiz üçün bugün yeni Atatürk gözləyirik. Bilmək olmaz ki, o Atatürk bir əsrdən sonra və yaxud 500 ildən sonra eynisi yox, ona oxşarı gəlsin. Biz onu oturub gözləməməliyik. Biz Atatürk'ün yolunu öyrənməliyik və onu bundan sonra davam etdirməliyik. Məndən bu qədər və sonda Asif Atanın bir fikrini deyəcəm. Deyir ki, Azərbaycan Türk dünyasının beyni və ürəyi, Türkiyə Türk dünyasının qolu və kürəyi. Bir bədən olmaq üçün başda, qolda, kürəkdə, ürəkdə hamısı bir yerdə olmalıdır. Turan dediğimiz bax budur. Teşekkür ederim. Çok sağ olun. Çok teşekkür ediyorum.